Salam. Bugün mən sizlərə ölkəmizin dağ landşaftı haqqında məlumat vermək istəyirəm. Ümumiyyətlə bizim Azərbaycan Respublikasında 4 dağ landşaftını öyrənirik. Müvafiq olaraq Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan və Talış dağları haqqında məlumat verəcəm. Ümumiyyətlə ilk öncə Böyük Qafqaz dağ landşaftından başlayaq. Böyük Qafqaz dağ landşaftında qeyd edə bilərik ki, Azərbaycana məxsus olan əksər dağ landşaftlarına biz rast gələ bilərik. Müvafiq olaraq ətəkdə yarım səhra və düzən meşə landşaftı ilə başlayırıq. Daha sonra qeyd edəcəyik quru dağ çöl, daha doğrusu quru çöl, dağ çöl, dağ meşə, dağ çəmən, subnival və nival landşaftlarını biz Böyük Qafqazda qeyd edəcəyik. Böyük Qafqazın torpaq örtüyünə gəldikdə isə, müvafiq olaraq yarım səhra olan hissəsində boz çəmən və boz qonur, Abşeron Qobustan hissəsində boz qonur, Qarıq Əlçay və Şollar düzündən başlayan hissəsində isə deməli çəmən meşə torpaqlarından başlayacağıq. Daha sonra gələcək açıq şabalıdır və tünd şabalıdır. Burada tünd şabalıdır daha geniş areal təşkil edir, açıq şabalı ilə nəzərə. Və dağ meşəyə doğru getdikcə Qəhvəyə dağ meşə, daha sonra gəlir üzərində Qonur dağ meşə, daha sonra Çimli dağ çəmən və Torflu dağ çəmən. Torflu dağ çəmən ölkəmizin ən hündürdə yerləşən və qurşaq əmələ gətirən torpağı hesab edilir. Kiçik Qafqaza gəldikdə isə, Kiçik Qafqazın dağ landşaftı Böyük Qafqazdan fərqli olaraq yarım səhra ilə, yəni bir aşağı ilə bir yuxarı nival landşaftı yoxdur. Böyük Qafqazdan fərqli olaraq Kiçik Qafqazda ən aşağı ilə ən yuxarı landşaft, yəni yarım səhra ilə nival landşaftı yoxdur. Burada müvafiq olaraq quru çöl, dağ çöl, dağ meşə, dağ çəmən və subnival landşaftları yerləşir. Torpağına gəldikdə isə burada açıq şabalıdır, tünd şabalıdır, Qəhvəyə dağ meşə, Qonur dağ meşə, Çimli və Torflu dağ çəmən müvafiq olaraq hündürlüyə doğru bu formada torpaqları biz qeyd edəcəyik. Böyük Qafqazdan fərqli olaraq Kiçik Qafqazda tünd şabalıya nəzərən açıq şabalıda daha çoxdur. Böyük Qafqazda isə bunun tərsini biz qeyd etmişdik. Subnival və nival olan hissələrdə isə biz torpaq örtüyündən söhbət edə bilmirik. Çünki burada temperatur çox aşağıdır, zirvələrə doğru getdikcə ağırlıq qüvvəsinin təsiri ilə torpaq əmələ gəlmə prosesi zəifləyir. Burada əsasən qayalıq, daşlıq, buzlaqlardan ibarət olan bir landşafta rast gələ bilərik. Naxçıvan və yaxud da Zəngəzur landşaftına keçid eləsək, burada müvafiq olaraq yarım səhra, ətəkdə yarım səhra landşaftını biz qeyd edəcəyik. Quru çöl, daha sonra quru çöldən sonra dağ çöl, dağ çöldən sonra dağ kserofit. Bax, burada dağ meşə qurşaq yarada bilmir. Dağ meşənin qurşaq yarada bilməməsinin səbəbi iqlimin kontinentallığı və yağıntının kifayət qədər olmamasıdır. Qeyd edə bilərik. Burada meşə örtüyü sadəcə su hövzələrinin kənarında tarlalar şəklində mövcuddur. Müvafiq olaraq da deməli kserofitlərdən sonra deməli subal çəmənlikləri, alt çəmənlikləri, subnival və nival landşaftına rast gələ bilərik. Buranın deməli torpaq örtüyünə keçid eləsək, müvafiq olaraq yarım səhra olan hissəsindən davam eləsək, başlasaq, boz çəmən torpaqları, açıq şabalıdır və yaxud da açıq qəhvəyə torpaqda deyə bilərik, açıq şabalıdır. Daha sonra gələcək açıq şabalıdan sonra qəhvəyə dağ meşə və subal alt çəmənliklərində isə Çimli və Torflu dağ çəmən torpaqlarına rast gələ bilərik. Burada diqqət eləsək, tünd şabalıdır və Qonur dağ meşədən söhbət etmədik. Burada tünd şabalıdır və Qonur dağ meşə qurşaq yarada bilmir. Niyə görə qurşaq yarada bilmir? Çünki yağıntı və iqlim kontinentallığı buna imkan vermir. Bu torpaqların yaranması üçün münbit şərait yaratmır. Qeyd edə bilərik. Və Talış dağlarına keçid eləsək, Talış dağlarında landşaft qurşaqları müvafiq olaraq düzən meşə, dağ meşə, düzən meşədən, dağ meşədən sonra quru dağ çöl və dağ kserofitləri. Ümumiyyətlə ölkəmizdə dağ kserofitləri ən çox iki dağ landşaftında biz rast gələ bilərik. Talış dağları və Naxçıvan dağlarında qurşaq yaratdığını qeyd edə bilərik. Torpağına gəldikdə isə torpaq örtüyü burada düzən sarı, dağ sarı torpaqları müvafiq olaraq qeyd edəcəyik. Daha sonra Qonur dağ meşə və Qəhvəyə dağ meşə. Biz görürük ki, Qonur dağ meşə ilə Qəhvəyə dağ meşə burada yer dəyişikliyi aparıbdır. Niyə görə? Çünki burada landşaft inversiyası, yağıntı inversiyası və torpaq inversiyasını biz qeyd edə bilərik. Hətta temperatur inversiyası da belə burada mövcuddur. Belə ki, Talış dağlarında hündürlüyə doğru çıxdıqsa temperatur azaldığı üçün, temperatur çevrilərək artdığı üçün
Yağıntı azalır. Yağıntı azaldığına görə burada dağ meşə ilə dağ çöllərin yerini dəyişir. Yəni dağ meşə ətəkdə gəlir, quru dağ çöl ondan hündürdə yerləşir. Beləliklə torpaq inversiyası da burada əmələ gələ bilir. Belə ki, birinci gəlməlidir qəhvəyə dağ meşə, sonra qonur dağ meşə. Burada isə tərsinədir. Birinci qonur dağ meşə gəlir, daha sonra qəhvəyə dağ meşə torpağını biz daha hündürdə görmüş oluruq. Bu da bizim müvafiq olaraq dağ landşaftımız və torpaqlarımız qeyd edə bilərik. Burada əlavə olaraq dağ qara torpaqları talalar şəklində Böyük Qafqazda və Kiçik Qafqazda müvafiq olaraq Şamaxı İsmayıllı və eyni zamanda Gədəbəy, Tovuz, Şəmkir və Xocavənd rayonlarının ərazisində qara torpaqlara biz talalar şəklində rast gələ bilərik. Landşaft haqqında qısa bu qədər.